SOCAR-ın təşəbbüsü ilə SOCAR Petroleum Qapalı Səhmdar Cəmiyyətinin SƏTƏM və Keyfiyyətə Nəzarət Şöbəsi tərəfindən yol nəqliyyat hadisələri zamanı operativ müdaxilə və koordinasiyanın gücləndirilməsi məqsədi ilə geniş miqyaslı təlim məşqi keçirilib. Təlim qəza ilə bağlı ilkin məlumatın verilməsi və operativ idarəetmə sisteminin işə salınması ilə başlayıb. Hadisəyə dərhal SOCAR-ın Sağlamlıq və Əməyin Təhlükəsizliyi Departamentinin əməkdaşları, Qapalı Səhmdar Cəmiyyətinin xilas etmə dəstəsi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları müdaxilə edərək operativ tədbirlər həyata keçiriblər. Ardınca hadisə yerində xüsusi qərargahın yaradılması, xilasetmə əməliyyatlarının icrası, yanacaq sızmasının qarşısının alınması, yanğın təhlükəsizliyinin aradan qaldırılması, xəsarət almış şəxsin avtomobildən çıxarılması və ona ilkin tibbi yardımın göstərilməsi, yanacaq daşıyan avtomobilin ərazidən evakuasiyası və ərazinin tam təhlükəsiz vəziyyətə gətirilməsi mərhələləri həyata keçirilib. Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallara hazırlıq səviyyəsini artırmaq, potensial riskləri əvvəlcədən müəyyənləşdirmək və operativ reaksiya bacarıqlarını təkmilləşdirmək olub. Təlimin sonunda görülən işlər qiymətləndirilib, nəticələr təhlil olunub, gələcəkdə baş verə biləcək fövqəladə hallara hazırlıqlı olmaq üçün inkişaf istiqamətləri müəyyən edilib. Qeyd edək ki, SOCAR Petroleum Qapalı Səhmdar Cəmiyyəti fövqəladə hallara hazırlıq və təhlükəsizlik sahəsində təlimləri mütəmadi olaraq davam etdirməyi planlaşdırır.